2026-cı il elə bir ildir ki, bir çox bürclərin taleyində dönüş nöqtəsi yaradacaq. Çünki ilin ümumi enerjisi yenidən başlanğıc, şəxsi güc, sınaqlardan çıxmaq və şans qapılarının açılması mövzularını çox aktivləşdirir. Amma bütün bürclər eyni dərəcədə yox. Bu videoda 2026-cı ildə ən güclü uğur enerjisi açılan 5 bürc barədə danışacağam. Mütləq sona kimi izləyin. Çünki sonda bütün bürclərə aid kiçik, amma çox işə yarayan bir xəbərdarlıq da edəcəm. Bugünkü videoda sizə 2026-cı ildə enerjisi ən çox yüksələn, şans qapıları ən çox açılan bürclərdən danışacağım. Bu proqnozlar astrologiyada 2026-cı il üçün göstərilən ümumi enerjiyə əsaslanır. Amma onu da qeyd edim ki, astrologiya yol göstərir. Yolu getmək isə insanın öz əlindədir. Qismət və niyyət hər şeydən öndədir. Oxatanlar üçün 2026-cı il uzun müddət gözləyib də gecikən şeylərin nəhayət ki yoluna düşdüyü bir ildir. Oxatanlar çox zaman hər şeyi ürəklə istəyir. Amma həyat onlara gec verir. 2026-cı ildə bu gecikmələrin çoxu bitir. Bu il oxatana nə vəd edir? Yüngülləşmə hissi. Bir neçə il dalbadal oxatanların enerjisi yorulmuşdu. 2026-cı ildə sanki içində bir qapı açılır. Nəfəs rahatlaşır. Şanslı qərarlar. Bu il oxatan nəyi seçirsə, o bir addım daha uğurlu olur. Xüsusən də iş, təhsil, dəyişiklik mövzularında. Səyahət və yeni insanlar. Oxatanın enerjisi dəyişəndə həyatına yaxşı insanlar gəlir. 2026-cı ildə bu çox görünür. Maddi rahatlıq. Böyük pullar olmasa belə davamlılıq yaranır. Nə gəlirsə sabit gəlir. Oxatanın 2026-cı ilə mesajı belədir. Nəyi ertələmişdin? Artıq başlayacağın vaxtı. 4-cü yerdə balıqlar bürcüdür. Balıqlar üçün 2026-cı il həm ruh, həm də həyat enerjisinin yumşaldığı bir ildir. Balıqlar uzun müddət qəlbən yorulurdu. Gözləməkdən, mübarizə aparmaqdan, doğru adamı tapmaqdan, sabitlikdən. 2026-cı il balıqları biraz rahat buraxır. Bu il balıqları nə gözləyir? Daxili rahatlıq. Balıq bürcünün ən böyük problemi həmişə öz içindəki gərginlik olur. 2026-cı il bu gərginliyi azaldır. İnsan özünü daha yüngül və sakit hiss edir. Düz insanların yola çıxması, balıqlar tez aldanır, tez inanır. 2026-cı ildə aldanmaq yoxdur. Yolunuzu düz insanlar kəsir. Kiçik, amma davamlı uğurlar. 2026-cı ildə balıqlara bir anda böyük şey baş vermir. Amma hər aya biraz bərəkət, biraz irəliləyiş qoyur. Bu da ilin sonunda böyük nəticə kimi görünür. Ailə və ev enerjisi güclənir. Köçmək, ev dəyişmək, ailə içində normalıq. Bunlar çox dəqiq görünür. Balıqlara 2026-cı ilin mesajı: narahat olma, yaxşı şeylər özü gələcək. 3-cü yer, Oğlaq. Oğlaqlar üçün 2026-cı il çalışdığının qarşılığını almaq ilidir. Bu bürc illərdir özünə bir həyat qurmağa çalışır. Amma hər dəfə nəsə gecikirdi. 2026-cı il nə gətirir? İşdə böyük irəliləyiş. Bu il Oğlaq nə edirsə görünür. Rəhbərlik, müştərilər, hamı Oğlağın əməyini qəbul edir. İşdə yüksəliş, departament dəyişikliyi və ya daha yaxşı təklif ola bilər. Maddi güclənmə, əvvəl çatdırmaq hissi vardı. 2026-cı ildə yığmaq başlayır. Bu çox önəmlidir. Həyatın asanlaşması. Oğlaqların həyatında həmişə məsuliyyət olur. 2026-cı ildə məsuliyyət var,
amma yüklü deyil. Daha rahat, daha açıq və enerjili. Münasibətlərdə sabitlik. Oğlaqlar hər şeyi ciddi istəyir. 2026-cı ildə ciddi addımlar üçün şərait yaranır. Oğlağın mesajı: əziyyətin boşa getmədi. 2026-cı il bunun sübutudur. İkinci yer. Dolçalar üçün 2026-cı il özünü göstərmək və fərqlənmək ilidir. Yaradıcı ideyalar və yenilikçi layihələr uğur gətirəcək. Fərdilik və yaradıcılıq. Dolçalar bu il həm şəxsi, həm də peşəkar sahədə fərqlənəcəklər. Doğru insanlarla əməkdaşlıq uğuru sürətləndirəcək. Finansal ağıllılıq. Ağıllı investisiyalar və planlama müsbət nəticə verəcək. Öz intuisiya və analizinizi balansla istifadə edin. Münasibətlərdə dəstək. Yaxın əlaqələr bu il uğura aparır. Yeni tanışlıqlar və doğru insanlarla əlaqələr önəmli olacaq. Dolçanın mesajı: fərqlənməkdən qorxma. Yaradıcı ideyalarınla dünyanı dəyişə bilərsən. Birinci yerdə isə Qoç bürcüdür. Qoçlar üçün 2026-cı il enerjinin, təşəbbüskarlığın və hərəkətliliyin ili olacaq. Təxirə salmaq yoxdur. Atdığın addımlar sürətlə nəticə gətirəcək. Liderlik və təşəbbüs. Yeni layihələrə başla, risk al və liderliyini göstər. Uğur həm şəxsi, həm karyera sahəsində olacaq. Sosial çevrə. Əlaqələr genişlənir. Doğru insanlar həyatı dəstəkləyir. Sağlamlıq və balans. Enerjili olacaqsın, amma iş və şəxsi həyat balansını qorumaq vacibdir. Qoçun mesajı: hərəkət et, risk al və öz yolunu yarat. Uğur addımlarının ardınca gələcək. İndi isə şərhlərə mütləq öz bürcünün adını yaz. Bu videoda yalnız 5 bürc var. Bəlkə də 2026-cı ildə sənin bürcün tamam bir başqa formada şans gətirəcək. Baxaq, ən çox hansı bürc məni izləyir? Bəlkə növbəti videoda sənin bürcünü 2026-cı il analizlərlə əlavə edim. Əgər bu mövzu xoşuna gəldisə, kanalıma abunə ol. Bürclərin səsi Astro Zodiac kanalı ailəmizə qoşul. 2026-cı ilin uğur enerjisi sənin də yoluna düşsün. Sonunda isə dediyim kimi, astrologiya yol göstərir, amma yolu gedən bizik. Qismət, niyyət və zəhmət hər zaman bir addım öndədir. Sizə 2026-cı il üçün bol işıq və bərəkət arzu edirəm.